Evet. Fermer Rəftarə Şükürova Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyevaya təşəkkür edib. Rəftarə Şükürova bu haqda Instagram hesabında yazıb. O bildirib ki, Leyla Əliyeva Lənkərana Stitrosvolaya səfər zamanı yeriməkdə çətinlik çəkdiyini gördükdən sonra ona golf maşını hədiyyə edib. 62 yaşımda sükan arxasına oturdum. Bu o deməkdir ki, heç nə üçün gec deyil. Bu o deməkdir ki, insan onun qayğısına qalan, ona diqqət göstərən insanlar olduqca cavanlaşır, özündə yeni güc və enerji tapır. Əzizim Leyla xanım Əliyeva, bağımıza son səfər zamanı yaşımı və ayaqlarımla bağlı yaşadığım çətinlikləri nəzərə alaraq bağda rahat hərəkət edə bilməməyimdən narahatlığını ifadə etmişdi. Bu qədər diqqət, bu qədər həssaslıq və incəlik. Bugün Leyla xanımın hədiyyəsi mənə çatdırıldı. Bu diqqət mənim üçün sadəcə bir hədiyyə deyil. Bu daha böyük işlər görməyə həvəs, daha çox qadına nümunə olmağa stimul və insanın zəhmətinin qiymətləndirildiyini hiss etməsinin verdiyi gözəl duyğudur. Səmimi diqqətinə və qayğısına görə minnətdarım deyə o vurğulayıb. Əzizim Leyla xanım, Arzu xanım, böyük diqqət və qayğınız, xoş niyyətiniz üçün sizə minnətdarım.